Hacıbalı Abutalıbov Qaxdan Bakıya qayıdıb vəzifəyəmi yoxsa başqa səbəbdən xəbərə keçək biləcəksiniz dəyərli izləyicilər. Burada üstəgəl işarəsi görünürsə bir dəfə üzərinə vurun ki, digər vacib xəbərlərimizi də izləyə biləsiniz. Deməli, Hacıbalı Abutalıbov uzun müddətli yaşadığı Qaxın Ağçay kəndindən paytaxta geri qayıdıb bu barədə Modernaz məlumat yayıb və qeyd olunub ki, Hacıbalı Abutalıbov Bakıya daimi deyil, müvəqqəti gəlib. Onu Bakının Qaraçuxur qəsəbəsindəki evinin həndəvərində görüblər. Hacıbalı Abutalıbovun paytaxtda şəxsi məsələyə görə sağlamlığındakı problemlə bağlı gəldiyi ehtimal olunur. Jurnalistlər Hacıbalı Abutalıbovdan əlaqə saxlayaraq Bakıya gəlişinin səbəbi ilə maraqlanmaq istəsələr də sabiq mer telefon zənglərinə cavab verməyib. Xatırladaq ki, Hacıbalı Abutalıbov artıq 3 ilə yaxındır ki, Qax rayonunun Ağçay kəndində yaşayır. Keçmiş merin bu kəndə köçməsinin əsas səbəbi həyat yoldaşının əslən oralı olması ilə bağlı.